إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli qardaş və bacılarım, hörmətli dinləyicilər, Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərinin izahına davam edirik. Və an Aişətə radiyallahu anha qalet, kana Rasulullah sallallahu aleyhi ve sellem yagsilul məni thumma yakhruc ila as-salah fi zalika ath-thawb və ana anzur ila atharil ghusl fihi muttafaqun aleyh. Ayşə anamız, möminlərin anası, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem mənini paltarından yuyar, sonra isə üzərində yumağın izi olduğu halda namaza çıxardı. Mən yuyulmanın izinə baxardım. Hədisi Buxari Müslim rəvayət edib. Növbəti 28-ci hədisdə qeyd olunur ki, "Vəli Müslimin laqad kuntu afruquhu min thawbi Rasulillah sallallahu aleyhi ve sellem farka feyusalli fih və fi lafzin leh laqad kuntu ahukkuhu yabisa bi zufiri min thawbihi." Və Müslim rəvayətində isə deyilir ki, mən onu mənini Rasulullahın sallallahu aleyhi ve sellem paltarından ovmaqla təmizləyərdim. O isə onunla həmin paltarla namaz qılardı. Və Müslimin digər ləfsində isə gəlir ki, mən onu, yəni mənini quruduqdan sonra dırnağımla onun paltarından qazıyaraq, qaşıyaraq çıxardırdım. Hədisin şərhdə qeyd olunur ki, bu hədisdə məninin, yəni spermanın hökmünün bəyanı var. Məni budur ki, şəhvətlə xaric olan ağ rəngli, qatı və sıçrayan mayədir. Və necə ki, Uca Allah yəni onun barəsində buyurur ki, Quran-ı Kərimdə فَلْيَنْظُرِ الْاِنْسَانُ مِمَّا خُلِقْ O insan nədən yaradıldığına bir baxsın. خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ O sıçrayıb tökülən bir sudan yaradılmışdır. Ona görə də hər bir insan, yer üzərində təkəbbürlə gəzib dolaşan insan və heç olmasa özünün nədən bir yaradıldığına baxsın. Dəyərsiz bir damızdan, dəyərsiz bir sudan yaradılıb və necə təkəbbürlü göstərib Allah ibadət etməkdən boyun qaçıra bilər və ümumiyyətlə ibadət etməyə bilər. Bir yaradılışına baxsın, necə yaradılıbsa eləcə də öləcək, öləndən sonra diriləcək. Əsas məsələ ondan sonra da insanın qarşısında iki yer var, ya cənnət, ya cəhənnəm. Ona görə əgər insan cənnət yerini özü üçün seçmək istəyirsə, Allahın tələb etdiyi şəkildə həyatını yaşayacaq və bu həyatı bu şəkildə sürəcək. Əksi təqdirdə nəfsani istəklərinə, şəhvətlərinə və həmçinin şübhələrə meyl eləyərsə, yəni Allah qorusun, o insan üçün təhlükəli ola bilər. Ona görə hər bir insan Allahı layiqincə dəyərləndirməli və onun tələb elədiyi şəkildə həyatını yaşamalıdır və ona ibadət eləməlidir. Və hədisdə Ayşə anamız deyir ki, möminlərin anası, Allah ondan razı olsun, Rasulullah sallallahu aleyhi ve sellem mənini spermanı yuyar paltarından, sonra üzərində yumağın izi olduğu halda namaza çıxardı və mən də suyun ləkələrinə baxardım, onları görərdim. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem həmin paltarla yuyuldusa artıq təmizlənmiş sayılır. Onun paltarla Peyğəmbər sallallahu aleyhi ve sellem namaz qılardı. Hətta o paltar həmin hissəcik tam qurumasa da belə. Və burada məninin qeyd olunması bizə, yəni cinsiyyət üzvündən xaric olan digər mayələri də xatırlatmağa vacib eləyir. Birincisi, cinsiyyət üzvündən xaric olan mayələr üç növdür. Məni, məzi və sidik. Və bəzi alimlərin dördüncü olaraq qeyd etdiyi vədi isə əslində sidiyin bir növüdür. Çünki o sidiyin qalığıdır və sidikdən sonra gəlir. Və bunlar hamısı bir-birindən fərqlidir. Yalnız vədi
sidiklə eyni hökmdədir. Birincisi, məni, yəni sperma pakdır, təmizdir və lakin qüslü vacib eləyir. Şiddətli şəhvət anında sıçrayışla xaric olur. Və sonra isə dedik ki, qüslü vacib eləyir, məninin çıxması, spermanın xaric olması. Çünki bədən o çıxdıqda artıq zəifləyir və Allahın izni ilə, yəni bu bədənin bütün hissələrindən çıxır. Hətta bədəndəki ən kiçik damarlar belə ondan öz payını alır. Sonra isə məzi. Məzi təharətlə, yəni təmizlə nəcis arasındadır. Və o ağır nəzasətdən deyil, lakin təmiz olanlardan da deyil. Onun da səbəbi şəhvətdir, lakin şəhvətin şiddətləndiyi və qüvvətləndiyi vaxt yox, şəhvət azaldıqda qarşı tərəfi, yəni qadını xatırladıqda və ya baxdıqda və ya buna bənzər hallarda insandan xaric olur. İnsan onun xaric olmasını hiss eləmir, ancaq sonradan onun yəni izini paltarına və yaxud da bədənində yaş gördükdə xəbər tutur və buna görə də Allah onu məni ilə sidik arasında bir yerə qoyub və beləcə məzi çıxdıqda cinsiyyət orqanı tamamilə yuyulur və hətta məzi ona dəyməsə də belə. Həmçinin paltara dəyən hissəsini yumaq yox, sadəcə olaraq üzərinə su çiləmək kifayət eləyir. Və məzinin tələb etdiyi isə deməli, yalnız dəstəmazdır. Mənidə qüsüldür, məzidə isə tələb olunan dəstəmazda alınmasıdır. Üçüncüsü isə sidik və vadi. Və bunlar ikisi də murdardır, nəcisdir və yəni əgər insanın paltarı və yaxud da bədəni bulaşarsa, bununla həmin hissələr tamamilə yuyulmalıdır. Həmin hissə tamamilə sunan yuyulmalıdır. Yəni bunlar insandan xaric olarsa, sidikdir, vadidir. Bu da həmçinin dəstəmazı tələb eləyir. Vadi əksər hallarda çıxır insana soyuq dəydikdə, soyuq havalarda sidikdən sonra gələndir. Həmin mayedir. Və bu da qeyd elədi ki, nəcis hökmündədir. Və biz 27-ci və 28-ci hədisə baxsaq, birinci rəvayətdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yuyardı və sonra isə ikincidə isə gəlir ki, Ayşə anamız deyir ki, mən eləyərdim, mən təmizləyərdim. Burada iki rəvayəti belə cəmləmək olar ki, bəzən Peyğəmbər sallallahu əleyhi və səlləm yuyardı paltarını, bəzən isə Ayşə anamız radiyallahu anhə, Allah ondan razı olsun, yuyardı və yaxud da Ayşə anamız, Allah ondan razı olsun, Peyğəmbərin sallallahu əleyhi və səlləm əmri ilə yuyardı. Ona görə də burada 27-ci hədis barəsində alimlər deyirlər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deməsi ki, Ayşə anamızın deməsi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yuyardı, yumaq işini icra edən şəxsin əməlini əmri verən şəxsə də nisbət etmək doğrudur. Aydındır. Yəni sanki burada Ayşə anamız yumuşdu, 27-ci hədisdə qeyd edilir. Yumuşdu. Lakin Ayşə anamız deməli yumağı nisbət elədi kimə? Əmr verənə Peyğəmbər sallallahu əleyhi və səlləm. Necə ki, misal üçün deyirlər ki, hökmdar və ya prezident saray tikdirdi. Yəni təbii ki, bu burada özü birbaşa tikməsə də buna əmr eləmişdi. İndi burada da alimlər deyir ki, yəni ola bilər ki, misal üçün Peyğəmbər sallallahu əleyhi və səlləm əmr eləsin Ayşə anamız yuysun və Ayşə anamız rəvayətdə qeyd edir ki, Allah Resulü sallallahu əleyhi və səlləm yuyardı. Və sonra isə Ayşə anamız möminlərin anası deyir ki, mən onu ovardım. Yəni ovmaq, yəni barmaq ucları ilə və ya ovuc içi ilə sürtmək deməkdir. Əgər xırdadırsa barmağın uclarından iki barmaqla
sağ-sol barmağı ilə, əgər böyükdürsə, iki əlin içi ilə, sağ-sol əlin içi ilə bir-birinə yəni sürtərək təmizlənir. Və hədisin faydalarına keçid alaq. Birincisi, ehtiyac yarandıqda, yəni hətta o şeylər ki, utanverici şeylərdir, insan onları deməyə utanır. Belə məsələləri açıq şəkildə ifadə etməyin icazəli olması. Çünki Ayşə anamız hətta qeyd edir ki, hədisdə mənini, həmin o sperma izini yuyardı. Və bu ifadələri işlədib. Yəni bu məsələlərdən əlhəmdülillah utanmaq lazım deyil. Yəni bunlar dini məsələlərdir. Bunlar öyrənilməlidir ki, insan hətta dinini doğru və düzgün yaşaya bilsin və utanan yəni elm öyrənə bilməz və utanan nəyisə əldə edə bilməz. Ona görə sahabə qadınlar, kişilər Peyğəmbər sallallahu əleyhi və səlləm belə şeyləri soruşurdular. Sual verə bilər biri ki, yəni Ayşə anamız necə belə şeyləri Peyğəmbər sallallahu əleyhi və səlləm soruşurdu. Halbuki sperma elə bir şeydir ki, onun xaric olması yalnız cinsi əlaqədən, yaxınlıqdan sonra olur. Lakin biz Əli radiyallahu anhuya baxsaq, Allah hər ikisindən razı olsun, məzi haqqında, hansı ki o da şəhvətlə əlaqəlidir, onun barəsində soruşmamışdı və bundan çəkinmişdi. Çünki o Peyğəmbər sallallahu əleyhi və səlləm qızının həyat yoldaşıdır, həyat yoldaşı idi. Cavab olaraq elm əhli qeyd edilir ki, insanlar ümumiyyətlə bu məsələdə nədənsə utanmaq, çəkinmək məsələsində fərqlidirlər. Əli, Allah ondan razı olsun, bu utanması ilə üzürlü idi. Lakin bununla bərabər, bununla belə işi başlı-başına buraxmadı ki, başqası vasitəsilə soruşdu məzi haqqında. Əli radiyallahu anh deyir ki, Allah ondan razı olsun, məndən çoxlu məzi ifraz olunurdu. Və Peyğəmbərin qızı Fatimə mənim həyat yoldaşım olduğu üçün özüm ondan soruşmağa utandım. Və buna görə də Miqdad ibn Əsvəddən xahiş elədim ki, o soruşsun. Peyğəmbər sallallahu əleyhi və səlləm cavabında buyurdu ki, həmin şəxs cinsiyyət üzvünü yuysun və dəstəmaz alsın. Və qeyd edir ki, məzinin tələb elədiyi dəstəmazın alınmasıdır. Ayşə anamız da həmçinin üzürlüdür. Çünki o şəri bir hökm bəyan etmək istəyirdi və biz də əlhamdülillah elə onun bu bəyanı ilə bilirik ki, belə məsələləri necə davranmaq lazım, necə hərəkət etmək lazımdır. Və bilirik ki, məni nəcis deyil, məni murdar deyil, təmizdir. Allah onlardan qat-qat razı olsun. Və elə onların sayəsində din bugün bu yerə qədər gəlib çatıb. İkinci fayda isə məninin, spermanın izinin təmizlənməsinin müstəhəb olması, bəyənilən olması. Üçüncü fayda isə məni nəcis deyil, murdar deyil. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm onun yuyulmasını əmr eləməmişdi. Əgər biri desə ki, yaxşı, bəs özü yuyur da axı, cavab olaraq qeyd edilir ki, Rasulullahın sallallahu əleyhi və səlləm sadəcə bir işi görməsi, yəni müzərrəd bu feili onun vacib olmasına dəlalət eləmir. Vaciblik ancaq əmrlə olur. Növbəti fayda, görünməsi utanc verən hər bir şeyin məniyə qiyas edilməsi mümkünlüyü. Yəni bu şeylərin aradan qaldırılması. Belə ki, insan paltarında yaxşı təəssürat bağışlamayan izləri təmizləməlidir, aradan qaldırmalıdır. Hətta onun paltarının üzərində olan o sirk ləkə təmiz olsa da belə, nəcis olmasa da belə, yenə də deyirik ki, insan onu təmizləsin. Çünki insanlar arasında, cəmiyyət arasına çıxır və çünki bu şeylər insanların ona qarşı nifrətinə səbəb ola bilər, aydındır. Və beləcə insan cəmiyyət arasında, insanlar arasında çıxanda ən yaxşı paltarlarını seçməyə çalışmalıdır. Və mümkün qədər insan bu şeylərə diqqətli olmalıdır. Əgər, əlhamdülillah, indi insanların bir çox dəyişik paltarları var, növ-növ paltarları var. Hətta insan var ki, yəni
bir paltarı bir dəfə geyinir, sonra isə daha geyinmir. Yəni demək istədiyimiz odur ki, elhamdülillah ki, zaman elədir ki, genişlik var. Yəni dəyişmək üçün imkan var. Ona görə insan cəmiyyət arasına çıxdığı zaman paltarına, geyiminə, kesiminə fikir verməlidir və xüsusən də yəni namaz qılan kəslər, yəni xüsusən də üzərində saqqalı daşıyanlar və həmçinin də digər sünnə əlamətlərini üzərində daşıyan qardaş və bacılarımız yəni paltarlarına, geyimlərinə fikir verməlidirlər. Təmiz, səliqəli, hətta ola bilər ki, insanın paltarı köhnəlmiş bir paltar olsun, lakin o təzədən də seçilmir. Ütüləyir və təmiz saxlayır, səliqəli saxlayır. Allah həmd olsun, möminə yaraşan sifətlərdəndir. Ona görə bu məsələyə yəni diqqət etmək lazımdır. Və sonra isə növbəti fayda qadının öz həyat yoldaşına xidmət eləməsi. Ayşə anamız deyir ki, Allah ondan razı olsun, mən həqiqətən məninin, spermanın izini oradan qaşıyıb çıxardırdım, ovurdum. Yaxşı, biri desə ki, qadının həyat yoldaşına xidmət eləməsi üçün xidmət eləməsi ümumiyyətlə qadının üzərinə vacibdirmi kişisinə xidmət edəsin? Cavab olaraq qeyd olunur ki, Allah Teala bu məsələdə ədalətli bir hökm verib buyurub ki, və aşiruhunna bil ma'ruf. Onlarla xoş rəftar eləyin. Əgər bir yerdə insanlar arasında qadının həyat yoldaşına xidmət eləməsi, öz kişisinə, ərinə xidmət etməsi bil ma'ruf, yaxşı əməldən, xoş rəftardan sayılırsa, o zaman qadının ərinə xidmət eləməsi vacibdir. Əgər bir cəmiyyətdə oradakı adətə görə qadının ərinə yaxşılıq etməsi qadının həyat yoldaşına xidmət etməsi deyilsə, evlərində xidmətçinin olmasıdırsa, o zaman yoldaşına xidmət etmək, ərinə xidmət etmək həmin qadının üzərinə vacib olmaz. Üçüncüsü isə, əgər adətə görə qadın ərinə bəzi şeylərdə xidmət edir, digərlərində isə etmirsə, o zaman buradakı hökm adətə, ənənəyə qayıdır. Yəni o adətdə ki, qadın ərinə adətən nədə xidmət edirsə, o şeylərdə xidmət etməsi vacib olur və adətən xidmət etmədiyi şeylərdə isə xidmət eləməsi vacib deyil. Və bütün bunlar qeyd etdiyimiz bu üçü bu iki kəlmədən götürülür. Və aşiruhunna bil ma'ruf. Onlarla xoş rəftar eləyin. Və ümumiyyətlə biz salih keçmişlərimizin həyatına baxsaq, onların qadınları ərlərinə kömək edirdilər. Yəni hətta elə işlər olurdu ki, hətta ağır işlərdə də qadınlar ərlərinə kömək edirdilər. Və ərlər də qadınlarına kömək etməyə də gəlib. Peyğəmbər sallallahu əleyhi və səlləm necə ki, bəzi işlərində ayaqqabının təmizlənməsi olsun və yaxud da və ya buna bənzər şeylər olsun, bu kimi məsələlərdə öz qadınlarına kömək edirdi. Və növbəti fayda isə məni sperma quruduqda onu ovmaqla kifayətlənməyin icazəli olması və onun yuyulmasının vacib olmaması. Və digər fayda isə məninin, spermanın təmiz olması bu hədisdə açıq-aydın görünür. Çünki əgər nəcis olsaydı və xüsusən də parçaya hopmuş bir maddə olduğunda onu sadəcə ovmaq kifayət eləməzdi. Çünki parça nəzasəti özünə çəkir, udur və sadəcə ovmaq nəzasətin özünü tamamilə yox edə bilməz. Və bu da elə məninin pak olmasına bir dəlildir, bir sübutdur. Növbəti fayda isə Peyğəmbərin sallallahu əleyhi və səlləm dünyadakı zühdu. Belə ki, onun məninin dəydiyi
və sonra yuyub içində namaz qıldığı cəmi bir paltarı var idi. Və Allah Resulü sallallahu əleyhi və səlləm həmin vaxtda namaz üçün ayrı, yatmaq üçün ayrı, ev üçün ayrı, yəni paltara ehtiyac duymazdı. Və bu da Peyğəmbər sallallahu əleyhi və səlləm həyatı idi. Bir insan sual verə bilər ki, madam ki Allah bizə mal-dövlətlə nemət verib, mal-dövlət verib və biz də əvvəlki kimi sadəliyə qayıtmalıyıq və yatdığımız paltar elə namaz qıldığımız paltar olmalıdır. Cavab olaraq qeyd olunur ki, xeyr, heç də belə deyil. Əgər Allah bizə imkan genişliyi veribsə o bəndəyə, burada artıq məsələ fərqlidir. O zamanınki fərqli, indiki zamanınki fərqlidir. Əgər insan imkanı varsa, elhamdülillah alır və yaxşılarından, gözəllərindən istifadə eləyir və bir neçə çeşid paltarları olur. Və bunda əlbəttə ki, heç bir eyb yoxdur və bu dinimizin tələb elədiyidir. Çünki Allah-u Teala öz neymətinin izini bəndəsinin üzərində görməyi sevir. Və həmçinin də biri soruşa bilər ki, Ayşə anamızın Peyğəmbər sallallahu əleyhi və səlləmin paltarından təmizlədiyi o məninin, spermanın izi, təsiri ehtilam mənisi idi. Yəni yuxu zamanı, yuxuda xaric olan spermada, yoxsa ki, yaxınlıqdan sonra xaric olan sperma idi. Cavab olaraq qeyd olunur ki, bu məni, sperma izi yaxınlıqdan sonra olan sperma idi, yaxınlıqdan sonra xaric olan idi. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm yuxuda ehtilam olmazdı. Yəni yuxuda ikən ondan məni, sperma xaric olmazdı. Və həmçində bəzi elm əhli buyurub ki, Peyğəmbərliyin əlamətlərindən biri də onun yuxuda ehtilam olmaması idi, yuxuda məninin xaric olmaması idi. Və bununla kifayətləndirək, Yüce Allah bizləri eşidib yaxşısına tabi olanlardan etsin. Subhanəkəllahumma hamdik. Əşhədu en la ilahə illə ənt. Əstəğfiruka və etûbü ileyk.